Dostlar bugün yani Aprel ayının 6'sı. Yeni abituriyent kurslarının keçirdiği 11. sınıflar için sınav 10. İmtahanın biyologiyasını izah size. Aşağıdaki organoidlerle bağlı verilen ifadelerden hansı yanlıştır? Burada A organoidi görürsünüz. Bu ribosomdur. B organoidi ise buradan görünür ki bu kloroplastlara aittir. C organoidi ise Holtz kompleksine aittir dedik. A ve C organoidləri membranlıdır. A organoidləri və B organoidləri membranlıdır deyəndə elə burada səhv deyil. Məsələn, A organoidi membranı yoxdur. Ona görə də membranlıdır fikir səhv olacaqdır. Amma A organoidi prokaryotik ola bilər. Bu doğru fikirdir. B organoidi bölünərək sayını artıra bilər. Bəli, bu da plastidlər çoxala bilir. Hər üçü üzv maddə sintez edə bilər. Bəli, burada zülal sintezi gedəcəkdir. Burada da üzv maddə sintezi gedəcəkdir. Burada da eyni zamanda yağların və karbohidratların sintezi gedə bilər. A və B organoidin tərkibində nuklein turşusu daxildir desə, deməli A organoidin tərkibində RNT var, B-nin tərkibində həm DNT, həm RNT var. Ona görə bu fikirdə doğru olur. Cavab A variantı olacaq burada. İkinci sual. DNT molekulunun sintez zamanı əmələ gələn su molekulunda cəmi 3280 proton vardır. 3280 proton varsa bir suda 10 proton var. Bərabər demək burada 328 su molekulu ayrılır. DNT'nin sintez zamanı. Bu da o deməkdir ki 2 molekul az sayda su ayrılır. Deməli DNT'də cəmi 330 nukleotit vardır. Əgər molekuldan 3 kat hidrogen rabitələrin sayı 60 olarsa, 3 kat hidrogen rabitələrin sayı 60 olarsa, nə deməkdir bu? Yəni 60 dənə guanin var, 60 dənə də burada sitozin vardır. Bir. Ümumilikdə 120 nukleotit var. 330 nukleotin 330 nukleotin 120'si deyirik ki düşür guaninlə sitozinin payına. Bərabərdir. Yerdə qalan 210'u isə düşür adeninlə timinin payına. Maksimum neçə nukleotit 4 rabitənin əmələ gəlməsində iştirak edər. 4 rabitə əgər adeninlə timin ortada olarsa, molekulun ortasında olarsa 4 rabitə əmələ gətirərlər. Guanin də sitozin molekulun kənarlarında olarsa. Ona görə də mən bütün guaninlə sitozini kənarlara verəcəm 4 ədədini. Kənarlara yalnız guaninlə sitozin qoyacam. Bütün adeninlə timini isə ortada saxlayacağam. 210 adeninlə timin molekulun ortasındadır. 4 rabitə əmələ gətirir. Kənarların da hər birinə guanin, sitozin qoyum ki, onlara 4 rabitə əmələ gətirsin. Deməli, toplam birlikdə 4 rabitə əmələ gətirən nukleotlərin maksimum sayı 214 eləyir. Cavab D variantı olacaqdır. Üçüncü sual. Gametogenezin hansı mərhələlərində interfaza baş verə bilər? Çoxalma mərhələsində mitoz bölünmə gedir. Orada mitozlar arasında çoxalma mərhələsi ola bilər. Böyümə mərhələsi. Bəli, böyümə mərhələsi zaten interfaza gedir böyümə mərhələsində. Ona görə bunu da götürə bilərəm. Yetişmə mərhələsində isə meyoz gedəcəkdir. Meyoz 1 ilə meyoz 2 arasında da interfaza gedir deyə buradan da götürəcəm. Ona görə doğru cavab 3-də Y variantı olacaqdır. Dördüncü sual. Verilən genotiplərdən hansı daha çox müxtəlif sot qamet hazırlayar? Bu 2 dənə heterozigotu var. Ona görə 2 üstü 2 4 növ qamet hazırlayar. Bunun 3 növ heterozigotdur. 3 əlamətə heterozigotdur. 2 üstü 3 bu 8 eləyər. Burada 2 əlamətə görədir. Ona görə də bu 4 eləyər. Burada bir əlamətə görədir. Cəmi 2 növ qamət verər. Burada isə bir əlamətə görədir. Bu da cəmi 2 növ qamət verir. Ona görə doğru cavabımız B variantı olaraq gedəcəkdir. 5-ci sual. Mitsurin Befler Kitayka sortu alma. Kitayka alma sortunu almaq üçün zamanı daha doğrusu istifadə etmişdir deyir. Burada ümumiyyətcə onun istifadə etdiyi istəyir sarı befler olsun, istəyir kitayka olsun, hər ikisi də sortdur. Yəni burada növdən istifadə etməyibdir. Ona görə sortdan istifadə etmiş olur. Doğru cavabımız D variantı olmuş olacaqdır deyəcəksiniz. Baxalım növbəti suala. Şəkildə Lamarck'ın qradiasiya prinsipinin neçənci pilləsinə aid olan canlıların yer almayıb. Burada birinci, üçüncü, dördüncü və beşinci
pilləsində zaten aid olan nümayəndələr vardır. Amma ikinci pilləsində olan canlılar heç biri burada yer almayıbdır. Doğru cavabımız B variantı olur deyirsiniz. 7-ci suala baxaq. 7-ci sual. Deməli, aramorfozlara aiddir. Mimikriyanın meydana çıxması. Mimikriyanın meydana çıxması bu aramorfoz deyil. Bu uyğunlaşmadır. Bu səhvdir. Solitədə həzm sisteminin yox olması ümumi degenerasiyadır. Yastı forma alması idolaptasiyadır. Qızıl sarmaşıqda yarpaqların yox olması degenerasiyadır. Ört toxumlarda yumurtalığın meydana çıxması, bəli, bu da anamorfozlara aiddir. 8-ci sual. Verilmiş qida zəncirində ot bitkisinin üzərinə düşən 200 N, demək otun üzərinə düşən enerji 200 N'dir. Bunu yadda saxlayalım. Minimum neçə kilojol qartalın bədəninin qurulmasına sərf olunur. Burada söhbət minimumdan keçir. Mən daha uzun zənciri tapmalıyam və enerjini də maksimum itirməliyəm ki, qartalın bədəninə minimumu düşsün. Ən uzun zəncir bundan keçində 1, bundan keçində 2, buradan keçində 3, buradan keçində 4 deməlidir. Əgər otun üzərinə düşən enerjinin miqdarı 200 N-ə bərabərdirsə, demək ki, otun özündə toplanan enerjinin miqdarı 1% toplanır da 2 N-dir. İndi 2N-i çərtkələr yeri. Çərtkələrin bədəninə bunun 5% keçəcəkdir. Yəni 2N bölünsün 20-si keçəcəkdir. Bu da bərabərdir 2N bölünsün 20-ni verdiği zaman 2'lər getdi, N bölünsün 10. N bölünsün 10 qədəri düşdü çərtkənin bədəninə. Çərtkəni 7 sərçələr. Sərçələr N bölünsün 20-ni də onu da bölürəm 20'ye. Bu da eləyir N bölünsün 200. Sonra N bölü 200 de bölürəm 20'ye. N bölünsün 4000. Onu da bölürəm 20'ye. Bu da N bölünsün 80.000 eləyir. Doğru cevabımız N bölünsün 80.000. Yəni ki, burada verilən cavablar içərisində doğru cevabımız C variantı eləmiş olur. Keçək 9-cu sualımıza. İndi. Qalıqlarına Avstraliyada rast gəlinmişdir. Avstraliyada rast gəlinən, qalığına rast gəlinən yeganə kromanyonlardır. Ona görə doğru cavab kimi biz buradan C variantını götürəcəyik. 10-cu sual. Atomların biyogen miqrasiyasının 3-cü növündə hansı aləmin nümayəndələri iştirak edər? 3-cü növ çox hüceyrələr deyil. Burada sadəcə insandır 3-cü növündə. İnsan da aydın məsələdir ki, heyvanlar aləminə aiddir. Heyvanlar aləminə aid olduğuna görə yalnız deməli heyvanlar aləminin nümayəndəsi 10D variantı olmuş olur. 11-ci sual. Hormonları verilən vəzlərin eyni bədən boşluğunda yerləşir sualı verir bizə. Baxaq. Adrenalin. Adrenalin yerləşir böyrəküstü vəzin hormonlardır. Bunlar yerləşəcəkdir qarın boşluğunda. Timozin isə deməli timusundur. Döş boşluğunda da səhvdir. Paratormon aydın məsələdir. Qalxana bənzər vəzi. Somatotrop isə kəllə boşluğunda səhvdir. Glikagon qarın boşluğudur. Androgen isə heç bir boşluq deyil, səhvdir. Estrogen çanaq boşluğu, testosteron isə heç bir boşluq deyil, səhvdir. Adrenalin qarın boşluğu, insülin qarın boşluğu. Doğru cavab Y variantı olacaqdır. 12-ci sual. İnsanın qan damar sisteminə aid bəzi damarlar nömrələnmişdir. Deməli, bu damarlarla əlaqəli hansı fikirlər doğrudur deyə bizdən soruşur. 1 və 3 nömrəli damarlarda venos, 2 və 4 nömrəli damarda arterial qan olur. Baxaram, 1 və 3-də venozdur, düzdür. Çünki biri ürəyə qayıdandır böyük qan dövranı zamanı, bir də kiçik qan dövranı zamanı ağciyərə gedəndir. Burada venoz qan olur. 2 və 4, 2 ağciyər venasıdır. 4 isə qarın aortasıdır. Burada arterial qan olur. Bu doğru fikirdir. İkinci sual. 2 nömrəli damar böyük qan dövranına aiddir. 2 nömrəli damar ağciyərdən ürəyə gəlir. Ağciyər venasıdır. Ağciyər venası da kiçik qan dövranına aiddir. 1 nömrəli damardakı təzyiq 3 nömrəli damardakı təzyiqdən çox olur. 1 nömrəli damar arteriyadır. 3 nömrəli damar isə venadır. Bəli, ona görə 1-də daha çox olacaqdır. 4 nömrəli damar öz başlanğıcını sağ mədəcikdən götürür. 4 nömrəli damar öz başlanğıcını sol mədəcikdən götürür. Sağ mədəcikdən götürmür.
Ona göre de biz burada doğru cevabı, bu da səhvdir. 1, 3 yani A variantı olarak doğru cevabı götürəcəyik. Keçək növbəti sualımızda 13-cü suala. Aybaşı siklin hansı faza veya fazalarında folikuların yetişmə prosesi gedir? Deməli, yetişmə prosesi gedir. Nə zaman? Baxırıq buradan. Aybaşı siklinin birinci fazası. Yəni, aybaşı baş verdiyi andan artıq qanaxma olan andan növbəti folikulun yetişməsi başlayır. Ona görə aybaşı fazasında ola bilər. Aybaşından sonraki müddət, o 9-10 gündə də yenə folikula yetişir. Ondan 14-cü gündə folikula partlayacaq və folikula partladıqdan sonra çıxacaq kənara sarı cisim fazası başlayacaq. Növbəti folikulun yetişməsinin qarşısını alacaq. Ona görə biz burada birinci və ikinci, yəni doğru cavabımız A variantı olaraq götürəcəyik. 13-cü sualı dedik. 13-dən sonra 14-cü sualımıza baxaq. Verilənlərə əsasən X-in qiymətini tapın. Bəli, baxırıq. Havada istifadə etdiyi oksigenin maksimum həcmi 180 ml-dir. Maksimum həcm. Quşlar havadakı udduğu havanın təbii oksigenin 90%-ni, 80-90%-ni istifadə edir. Maksimum dediyinə görə biz 90% götürürük. O zaman 180 əgər 90%-dirsə, o zaman 100% də x-dir. X də buradan bərabərdir, 200 eləyir. Ona görə n-in qiyməti bərabər olacaqdır. Neçəyə? 200-ə bərabər olacaq. Əgər bu da 200 olarsa, yazıram eynidir. Çünki n-dilər. Bu da 200-ə bərabərdir. İndi məməlilər isə udduğu havanın tərkibindəki oksigenin 20-25% istifadə edəcək. Yəni, udduğu havanın tərkibində oksigen əgər 200-dürsə, 200-ün hamısı 100% ise o 25%'ni sadece istifadə edir. Bu da x-tir. X de buradan bərabərdir 50 ml. Yəni cavabımız A variantı olur. 15-ci suala baxırıq. İndi bəli, buradan baxacağıq 15-ci suala. Deyir ki, qalça bağırsaq. Bəli, qalça bağırsaq bilirsiniz ki, bu deməli bizim nazik bağırsağın axırıncı şöbəsidir. Çünki 12 barmaq bağırsaq gələcəkdir. Ondan sonra acı bağırsaq gələcəkdir. Sonra qalça bağırsaq gələcəkdir. O da deməli sonra gəlir yoğun bağırsaq. O yüzden kör bağırsaqla acı bağırsağın arasında yerləşir. Cavab B variantı olacaqdır desiniz. 16. İnsanda göz almasının verilmiş qişalarını xaricdən daxilə doğru yerləşmə arzuluğu ilə düzün deyir. Xaricdən daxilə doğru. Ən birinci gəlir ağlı qışa. 2. Ortada yerləşir damarlı qışa. 3 və daxildə yerləşir torlu qışa 1. Ona görə 2, 3, 1 yəni doğrudanımız C variantı olacaqdır. Doğru ifadəni müəyyən edin. Adəmovun qıcığa cavab reaksiyası tropizm yox taksistdir. Bu səhvdir. Yaşıl Evglena koloniya əmələ gətirə bilər? Xeyr, Volvox əmələ gətirir. Volvox koloniyası atomların ikinci növ miqrasiyasında iştirak edir. Volvox koloniyası çox hüceyrəli sayılmır. Bir hüceyrəlidir o. Elə atomların birinci növ miqrasiyasında iştirak edər. Bütün qançırlar sərbəst yaşayır. Xeyr, parasit həyat tərzi keçirənlər də vardır. Toksoplazmoz sporlar tipinin nümayəndəsi tərəfindən törədilir. Bəli, koksikimlər sinifinin nümayəndələri tərəfindən törədilir. Ona görə doğru cavab Y variantı olacaqdır. 17-ci sual. 18. En sayıda qolcuğu olan hidranın mayalanmasında iştirak edən qametlərin maksimum sayı neçə olar? Maksimum dediyinə görə en sayıda qolcuq. Eni bölürəm. Deməli, mən 5'ə. 5, 12 qolcuq olur. Eni bölürəm 5'ə. N böl 5 qədər əgər mənim fərdim varsa, hərəsinin də əmələ gəlməsində 2 dənə qamət iştirak edir. Ona görə 2n böl 5, yəni doğru cavabımız 18'də D variantı olacaqdır deyəcəksiniz. 19-cu suala baxaq indi. 19. Yastı qurtlar tipinin nümayəndələrində hansı orqanlar sistemi olmaz? Yastı qurtlar tipində ifrazat var, cinsiyyət var, həzm var, sinir var. Lakin onların tənəffüs orqanları olmayacaqdır. 20-ci sual. Burada 20-ci sual düşməyib. Üzrlü sayın. Neysə. Amma 20-ci sualın şərti insan hansı sümüyündə sarı sümük iliyi olmur. Orada da deməli 4 bənddə uzun boylu sümüklər vermişdir. Bir bənddə isə sadəcə çanaq göstərilib. Doğru cavab çanaq olaraq götürəcəyik. Quruluşuna görə öküz soliterinə bənzəyir. Bəli. Öküz soliterinə bənzəyir. Zaten
Exinokokun da bədəni öküz solteri kimi başçıqdan, boyuncuqdan və buğumlardan ibarətdir. Ona görə cavab C variantı götürəcəksiniz. Soxulcanın 10-cu buğumunda yerləşən ifrat borucuqlarının xarici axacağı neçənci buğumda yerləşir? Özü neçədə yerləşirsə, özündən sonrakında isə deməli açılmış olur. Ona görə də özü əgər 10-cu buğuma yerləşsə, axacaq deməli 11-ci buğuma açılacaq. Cavab 22-də Y variantı olmuş olur. 23. Verilənlərə əsasən doğru mülahizələri seçin. Mərkəz sinir sistemin boz maddəsi. Z hissi neyron aksonu ola bilər. Hissi neyron aksonu mərkəz sinir sistemin boz maddəsini əmələ gətirmir. Mən deyirəm xeyr, o deyir bəli, səhv deyir. X hərəki neyronun dendriti ola bilər. Bəli, hərəki neyronun dendriti boz maddənin əmələ gəlməsi işdə gəlir. Mən deyirəm bəli, o da deyir bəli. Ara neyronun cismi ola bilər? Bəli. Mən deyirəm bəli, o deyir xeyr, səhv deyir. Hərəki neyron akson ola bilər? Akson ağ maddə əmələ gətirir. Mən deyirəm xeyr, o da deyir xeyr. Düz deyirik. Cinsi, hissi neyronun cismi ola bilər? Hissi neyronun cismi mərkəzdə deyil. Mən deyirəm xeyr, o da deyir xeyr. Ona görə də düz deyilir. Doğru cavab 2, 4 və 5 cavabı olmuş olacaqdır. Deyəcəksiniz burada. 24-cü sual. Hansı rəqəmdə verilən hissələr zədələndikdə insanın yaddaşı itər? Bilirsiniz, yaddaşın xüsusi bir mərkəzi yoxdur, amma alın və gicgah payı zədələnərsə, yaddaş itə bilər. Ona görə doğru cavab 1 və 4 cavabını götürəcəksiniz. 25-ci suala baxacağıq indi. 25-ci sual. İnsanın ətraf əzələrinə aiddir, soruşur bizdən. Hansılardır? 1. Arxanın açıcı əzələsi. Bu, xeyr. Bu çünki aiddir gövdəyə. 2 başlı bud əzələsi, bəli. Açıcı əzələdir. Deyəcəksiniz, özdən bükücü əzələdir. Böyük döş əzələsi adından bəllidir. Böyük döş əzələsi gövdəyə aiddir. 4 başlı bud əzələsi, bəli, bu aiddir. Qarın əzələsi adından bəllidir. Gövdəyə aid olacaqdır. 2 başlı bazu əzələsi, bu da doğrudur. 2, 4 və 6 cavabı olmuş olur. 26-cı suala baxaq. Verilən ifadədən hansı doğrudur? Başayaqlı moleküllərdə 2 növ tənəffüs orqanına rast gəlinir, bəli. Həm qəlsəmə, həm ağciyər. Ona görə 26 birinci fikir doğru ola bilərmi? Burada başayaqlarda yox, üzrən. Bu olacaqdır qarın ayaqlarda. Başayaqda yalnız qəlsəmədir. Ona görə bu fikir səhv fikirdir. Bunu üstündən xətt çəkirik. Sonra bütün buğum ayaqlıların inkişafı dolayıdır. Xeyr. Hörümçəklər var. Məsəl üçün, hörümçəklərin inkişafı düzünədir və eyni zamanda xərçəngin inkişafı düzünədir. Ona görə bu fikir səhvdir. Hörümçək kimilərdə mürəkkəb göz olmur. Bəli, bunlarda sadə gözlərdir. Götürəcəyik, doğrudur. Göl bizinin dişi fərdi erkək fərdindən böyük olur. Bunlar hermafroditdir. Hermafrodit olsun, burada erkək dişi söhbəti yoxdur. Xərçənglər qəlsəmə ilə tənəffüs edir. Bəli, bu da doğru fikirdir. Ona görə cavab 3 və 5 cavabı götürəcəyik. O 27-ci sual. 4 kameralı ürəyə malik soyuqqanlı heyvandır. Bu söhbət timsahdan gedir. Sağ aorta qövsünə malikdir. Söhbət quşdan gedir. Sol aorta qövsünə malikdir. Söhbət məməlidən gedir. Arteriyalarında 3 növ qan dövr edir. Söhbət gedəcəkdir deməli timsahdan. Yönəlci cisimciyi Y cinsi xromosomlu ola bilməz. Yəni dişi XX olsun. O da söhbət evtindən gedir. Deməli 1 CY, 2 B, 3 adi olur. Keçək. İndi buradan situasiya. Biologiya dərsində Akif, Cavid və Cavad xordallar tipinə aid olan 3 müxtəlif canlı haqqında məlumat verdi. Akif bu canlı xordallar tipinin ən cavan sinfinin nümayəndəsidir. Deməli, Akifin dediyi məlumat ən cavan sinifdə isə söhbət quşlardan gedir. Sonra Cavidin məlumat verdiyi. Cavid bu canlı 4 kamera ürəyə malik olan soyuqqanlı heyvandır. Söhbət timsahdan gedəcəkdir. Sürünənlərə aiddir. Mən nə hansı sinifə dediyinə görə təbii ki, bunu sürünən götürəcəyik. Bu canlının ürəyinin sol mərcindən sol aorta qövsü çıxır. Deməli, Cavadın da məlumat verdiyi məməlilər sinifinə aid olacaqdır. Keçək. 29-cu sual. Hansı şagirdin məlumat verdiyi canlıların damarlarında 2 növ qan dövr edər? Damarlarında 2 növ qan
Sözsüz ki, buradan bir Akifin məlumat verdiyi və bir də Cavadın məlumat verdiyi olacaqdır 29-da. 30. Bu canlıların ürək kameralarının sayının cəmi neçə edər? Həllini yazmaqla, təbii ki, quşlarda 4 kameralı, məmədə 4 kameralı və timsahda 4 kameralı bərabərdir. Cəmi 12 olmuş olur. Növbəti imtahan icraatlarında görüşək.